Girovluqda olarkən içi yeməklə dolu qaynar qabları daşıyırdıq. Başımda isti qazan daşıdığımdan saçlarım tökülmüşdü. Sonra Ruandaya qayıtdıq. Anamın sağ qaldığı barədə məlumat aldım. Ruanda vətənpərvərlik cəbhəsinin əskərləri bizə evə getmək üçün maşın verdilər. Bütün əmlakımız, tarlamız dağıdılmışdı. Yemək yox idi. Bizə hökumət və qeyri-hökumət təşkilatları kömək edirdi. Həyata nifrət edirdim. Məktəbə qayıtmaq istəmədim. Mən bunun vaxt itkisi olduğunu hiss etdim. Çünki bütün təhsilli insanlar öldürülmüşdü. Sonra məktəbə getdiniz. 1994-cü ildən 2001-ci ilə qədər insanlarla danışmaq istəmədim. Heç nə etmək istəmədim. Amma kilsəyə gedib dua etməyi xoşlayırdım. Çünki atam da belə edirdi. Bir dəfə atam mənə demişdi ki, soyqırımdan sağ çıxsan, möhkəm ol və çox çalış. Bəxtim gətirdi. Çünki dövlət məktəbə qayıtmağımıza kömək etdi. Qaldığım yerdən davam etdim. Daha yüksək nəticələr əldə etdim və universitetə qəbul olundum. Amma məni daha çox sevindirən 2000-ci ildə ilk övladımı dünyaya gətirməyim oldu. Ona görə də məktəbə getmək, oxumaq üçün əlimdən gələni edirdim ki, övladıma yaxşı bir həyat bəxş edim. Sonra ikinci övladım oldu, daha sonra üçüncü. Siz həyat yoldaşınızı sevmişsiniz, onun vəfat etdiyini bilirəm. Siz birlikdə yaşayanda, o sizin yaşadıqlarınızı anlayırdı, o həmişə sizə kömək olub. Mənim ərim də soyqırımdan sağ qalanlardan idi və məni anlayırdı. 3 qızım var, biri internatdadır, qalanları isə burada yaşayır.